Mən bir burada tövsiyə edeyim. Bəli. Görürsünüz, indi kimsə hicaba riayət eləmir. Heç olmasa deməsin hicab boş şeydir. Bu Allahın hökmünə boş şey demir. Allahın bəyənmədiyi bir şeydir. Yəni adam bəzi vaxtlar bir şey eləməyəndə deyir belə bir şey yoxdur. Baxın şeytan hilələrindən biri bu ayəsini deyim sizə. Deyir innəmə ya'murukum bis-su'i vel-fəhşə və en təqulu aləllahi ma la ta'lamun. Şeytan birinci insanı kiçik günaha dəvət edir. Sonra deyir əl-fəhşə, böyük günaha dəvət edir. Hədisdə var, böyük günaha gedən yol kiçik günahdan keçir. Sonra bunu ilə qutarar deyir, yox. En təqulu aləllahi ma la ta'lamun. Sənə didizdirmək istəyər ki, dinən ki, bu günah deyil. Ora qədər. İnsanı çıxartmaq istəyir bəndəçilik libasından. İnsanı nəinki günah etdirmək istəyir şeytan. İstəyirsin ki, deyilən bu günah deyil, boş şeydir. Kim deyir buna deyir günah? Kim deyir səlam almaq olmaz? O da ticarətdir. Kim deyir namaz, ürəyin təmiz olsun. Kim deyir qiyamət, kim deyir hicab. Belə danışma. Məhz şeytan elə istəyir, bu da ora qədər gətirib çatırsın. Şeytan insana bunları didizdirmək istəyir. Sən müğayət ol. Xanım, indi hicaba riayət eləmirsən, demə boş şeydir də. Axı sən heç oxumamısan da niyə boş şey deyirsən? İndi bir nəfər çıxacaq, məsələn, tutaq ki, o digər misal, sən axı əlində elmi dəlilin yox, sübutun yox, ehtiyat elə. Hatta belə insanlar o dəyərlərdən də məhrum olur ha. O birisi insanlar görürsən bir sonra nə olur? Doğrudan da elə görmüşük də həyatımızda. Bir dönəm sonra o ilahi buyruqları da əməl edir. Bu məsələdə diqqətli olaq. Allah müvəffəq eləsin. Amin.